Salam müəllimlər, axşamınız xeyir. Bugünkü mövzumuz sürtünmə qüvvəsidir. Mən sürtünmə qüvvəsinə aid bir neçə suallar seçmişəm. Gəlin həmin sualların izahına baxaq. Deməli, sualda bizə deyilir ki, kütlələri 1 kiloqram olan cisimlər şəkildəki sistemdə sərbəst buraxıldıqda cisimlərin təcili 4 metr bölü saniyə kvadratı olur. Buna əsasən K cisminə təsir edən sürtünmə qüvvəsinin neçə newton olduğunu tapın. Deməli, verilən məsələnin həllində bizə təcil verilib, bizə sürtünmə qüvvəsinin neçə newton olduğunu soruşur. Gəlin biz birinci qüvvələri göstərək. Cismə təsir, məsələn, bu cismə 1 kiloqramlıq cismə təsir edən qüvvə mg-dən alırıq ki, 10 newtondur. Digər bu 1 kiloqramlıq cismə isə bir sürtünmə qüvvəsi təsir edir. Mən sistemin təcilini tapsam necə yazıram? Ümumiyyətlə yazıram ki, təcil A bərabərdir. F əvəzləyici qüvvə bölünsün M sistemin kütləsi. Sistemin kütləsi. Deməli, mən burada əvəzləyici qüvvəni tapmalıyam. Əvəzləyici qüvvə nədir? Cismi aşağı çəkən 10 newtonluq qüvvə və 1 kiloqramlıq üfüqi səth üzərində dayanmış cismə təsir edən sürtünmə qüvvəsi. Deməli, təcil bizə verilib 4 metr bölü saniyə kvadratı. Təcilin qiymətini yazaq yerinə. Əvəzləyici qüvvəni yazsaq yazırıq 10 çıxılsın F sürtünmə qüvvəsi bölünsün sistemin kütləsi. Sistemin kütləsi nə qədərdir? 1 kiloqram burada, 1 kiloqram da burada edir 2 kiloqram. Deməli, mən buradan alıram ki, 10 çıxılsın F sürtünmə qüvvəsi bərabərdir 8-ə. Və buradan da alıram ki, F sürtünmə qüvvəsi bərabərdir 2 newton. Cavab olur B variantı. Mən sualları seçmişəm ki, həmin sualların üzərində həm mövzunu təkrar edək, həm də suallar üzərində testləri həll edə daha yaxşı biliklərimizi möhkəmləndirək. Keçək növbəti sualın izahına. Deməli, müəllimlər, bizə bəzən deyirik ki, məsələn, belə deyirik, dərsliklərdə və saitlərdə də bu şəkildə yazılır ki, sürtünmə qüvvəsi hərəkət istiqamətinin əksinə yönələn qüvvədir. Amma o deyiliş ümumiyyətlə düz deyil. Nə üçün düz deyil? Çünki indi özünüz artıq bu məsələnin həllində görəcəksiniz ki, sürtünmə qüvvəsi tək hərəkət istiqamətinin əksinə yönəlmir. Bəzən elə yönəlir. Amma hərəkət istiqamətində də yönələ bilir. Ona görə də sürtünmə qüvvəsini biz müəyyən edəndə ümumi olaraq elə bir tərif veriblər. Amma o dərsliklərdə yazılan o tərif səhv tərifdir. Bizə nə deyir məsələnin şərtində? Deyir, kütlələri 4 kiloqram və 6 kiloqram olan X və Y cisimləri arasında sürtünmə əmsalı 0,1-dir. Y cismi 30 newton qüvvə ilə çəkilərsə, təcilləri neçə metr bölü saniyə olar? Deməli, gəlin biz birinci müəyyən edək ki, bu cismə təsir edən qüvvələr hansı istiqamətdədir? Birinci qüvvələri göstərək. Baxın, Y cismini çəkən 30 newtonluq qüvvə var. Həmin qüvvə sola doğru yönəlmişdir. Həm də bu cisimlərin arasında bir sürtünmə qüvvəsi var. Bu cisimlərin arasındakı sürtünmə qüvvəsi, deyək ki, bu cismə təsir edən sürtünmə qüvvəsi, əgər F 30 newtondan Y cismi çəkilərsə, ona təsir edən sürtünmə qüvvəsi həmin qüvvənin əks istiqamətinə yönələr. Deməli, baxırıq ki, bu ipdə bir T gərilmə qüvvəsi var. Bu T gərilmə qüvvəsi, baxın, bu ipdə yaranan, elə baxın, bu T gərilmə qüvvəsi. Əgər mən cismi, bu Y cismini bu istiqamətə çəkirəmsə, onda deməli, X cismi də, baxın, bu istiqamətə hərəkət edəcək. Deməli, T ipi də, buradakı, bax, bu qolda yaranan T ipi də X cismini çəkəcək sağ tərəfə. Deməli, onda həmin cismə də təsir edən bir sürtünmə qüvvəsi yaranacaq. Həmin sürtünmə qüvvəsi də, baxın, X cismində
elə sola doğru yönələcək. Baxın, indi gördünüzmü? Həqiqətən də sürtünmə qüvvəsi burada elə F qüvvəsi ilə eyni istiqamətə yönəldi. Digər Y cisminə təsir edən sürtünmə qüvvəsi isə əks istiqamətdə. Ona görə də heç vaxt demək olmaz ki, sürtünmə qüvvəsi hərəkət istiqamətinin həmişə əksinədir. Gəlin bu sistem üçün biz Newtonun ikinci qanununu yazaq. Necə yazarıq Newtonun ikinci qanununu? Məsələn, baxaq bir dənə X cisminə. X cismi üçün necə yaza bilərik? X cismində T ipi X cismini dartıb aparır. Aparırsa, deməli T daha böyük qüvvədir. Onda mən T-dən sürtünmə qüvvəsini çıxmalıyam. Bərabər eləməliyəm. X cisminin kütləsi 4 kiloqramdır. Y cisminin kütləsi isə 6 kiloqramdır. Deməli, mən bərabər eləməliyəm 4 vurulsun A-ya. Sürtünmə qüvvəsini də müəyyən edə bilərəm. Necə taparam sürtünmə qüvvəsini? Deməli, əgər bu X cisminə təsir edən sürtünmə qüvvəsidirsə, onda mən μ/J-dən həmin sürtünmə qüvvəsini tapa bilərəm. Deməli, μ 0.1-dir, kütlə 4-dür, təcil də 10-dur. Və mən buradan alıram ki, sürtünmə qüvvəsi 4 Newtondur. Deməli, sürtünmə qüvvəsini də tapdım. Gəlin elə ona bir 4 Newtonluq qüvvə yazaq bura. 4 Newton. Bu istiqamətdə də bir 4 Newton sürtünmə qüvvəsi təsir edir. İndi mən bu cisim üçün yazıram. T çıxılsın 4 Newton bərabərdir 4 A-ya. Həm də bu deməli Y cismi üçün də Newtonun ikinci qanununu yazmalıyam. Necə yazaram? 30 Newton qüvvə daha böyük olduğu üçün o cismi çəkən qüvvədir. Deməli 30-dan çıxmalıyam. T üzərinə gəlinsin. Üzərinə gəlinsin 4 Newton. Bərabərdir. Nə yazmalıyam? Kütlə nə qədərdir? 6 vurulsun A-ya. Yəni cismin təcrinə. Birinci ifadədən mən T gərilmə qüvvəsini tapa bilərəm. Yazıram. T bərabərdir 4A üzərinə gəlinsin 4. Gətirib bu ifadəni aşağıdakı yazdığım tənlikdə yerinə yazıram. 4A üzərinə gəlinsin 4, üzərinə gəlinsin 4. Bərabərdir 6A-ya. Və buradan alıram ki, 30 çıxılsın 4A çıxa 8 bərabər 6A-ya. Və alıram ki, 22 bərabərdir 10A-ya. A da bərabərdir 2 tam onda 2 metr bölünsün saniyə kvadrat. Deməli, təcili tapdım. Məndən də təcili soruşurdu. Cavab olur Y var. Keçək növbəti sualın izahına. Növbəti sualda bizə deyilir ki, şəkildəki 2 kiloqram kütləli cisimlə divar arasındakı sürtünmə əmsalı 0,5-dir. Cismə 10 Newton qüvvə təsir edərsə, təcili neçə metr bölünsün saniyə kvadratı olar? J bərabər 10 metr bölü saniyə kvadratıdır. Sinus və kosinusun da dəyərləri bizə verilir. Deməli, mən birinci cismə təsir edən ağırlıq qüvvəsini göstərim. Cismə nə qədər ağırlıq qüvvəsi təsir edir. Deməli, cismə təsir edən ağırlıq qüvvəsi aşağı istiqamətdə yönələn qüvvədir və 2 kiloqramdan edir 20 Newton. 20 Newton olan bir qüvvə. Həm də mənə verilən bu 10 Newtonluq qüvvəni mən 2 toplanana ayırım. Biri bu istiqamətə yönələn toplanan, bir də bu istiqamətə yönələn toplanan. Deməli, bu istiqamətə olan toplanan F kosinus 37 dərəcədir. Bitişik, bucağa bitişik olan toplananı 37 dərəcə. Kosinus 37 dərəcədə hansı qiymət alır? 0,8. Yəni 10 vurulsun 0,8-dən alıram ki, bu 8 Newtondur. Digəri isə F vurulsun sinus 37-dir. Sinus 37 dərəcə. Deməli, mən buradan da alıram ki, sinus 37 10 vurulsun 0,6-dan qiymət mənə verilib 6 Newton. Gəlin də bu hissələri təmizləyək, bunları bildik. İndi
və həmin qiymətləri üzərində göstərək. Deməli 8 Newton bu qüvvədir. 6 Newton da bu qüvvədir. Həm də mənim cismimə bir sürtünmə qüvvəsi təsir edir. Sürtünmə qüvvəsi də cismi burada ağırlıq qüvvəsinin əksinə doğru yönəlmiş qüvvədir. İndi mən sürtünmə qüvvəsini tapanda necə taparam? Məsələn, bəzən müəllimlər yazır ki, sürtünmə qüvvəsini F bərabərdir, F sürtünmə bərabərdir, mü, mg. Amma bu hər zaman olmur, müəllimlər. Bu, üfüqi səthdə olan cisimlər üçün biz bu şərti yaza bilirik. Amma, məsələn, əgər cismin sürtünmə qüvvəsini bizdən soruşarsa, biz sürtünmə qüvvəsini sürtünmə bərabər mü, n şəklində yazmalıyıq. Çünki n reaksiya qüvvəsidir burada bizdə. Biz reaksiya qüvvəsini əsas tapmalıyıq ki, cismi səthə sıxan qüvvənin həmin sürtünmə əmsalına hasili bizə sürtünmə qüvvəsini verir. Deməli, mənim burada cismi səthə sıxan qüvvəm, baxın, bu 8 Newtonluq qüvvəmdir. Deməli, bu cismi bu istiqamətə səthə sıxır və bu səthə sıxan qüvvənin də əksinə doğru bir reaksiya qüvvəsi yaranır. Deməli, mən orada sürtünmə qüvvəsini hesablayanda yazıram ki, F sürtünmə bərabərdir. Mü n-dən, mü n-in yerinə də 8 Newton yazıram. 0,5 vurulsun 8, alıram ki, nə qədərdir? 4 Newton. Deməli, bu istiqamətə də 4 Newton sürtünmə qüvvəsi təsir edir. Gəlin, indi cismin tapaq yazaq, təcilini tapaq. Necə taparıq? Deməli, cismi aşağı çəkən bir 20 Newtonluq qüvvə var. Newton ikinci qanununa əsasən yazıram. 20 çıxılsın. 4 üstə gələk 6 bərabərdir. Kütlə nə qədərdir? 2. Təcil nə qədərdir? Təcili bilmirəm. Elə mən təcili tapıram. 20-dən də 10 çıxsam alıram 10. 10 da bərabərdir 2 aya. A da buradan alıram ki 5 metr bölünsün saniyə kvadratıdır. Cavab oldu B variantı. Keçən növbəti sualın izahına. Sualda bizə deyilir ki, 2 kiloqram və 4 kiloqram olan X və Y cisimləri F qüvvəsi ilə dartılır. Y cisminin təcili 4 metr böl saniyə kvadratı olduğuna görə X cisminin təcilini hesablayaq. Gəlin hesablayaq. Deməli, bizə verilib ki, cisimlərin kütlələri 2 kiloqram demək. 2 kiloqram X cisminin kütləsidir. 4 kiloqram da Y cisminin kütləsidir. İndi Y cisminin təcili verilib bizə. Həm də bizə deyir ki, sürtünmə qüvvəsi yalnız cisimlər arasında var. Cisimlər arasında sürtünmə qüvvəsi var. Deməli, bu cisimlər arasındakı sürtünmə qüvvəsi, əgər 24 Newton bu istiqamətədirsə, X cisminin sürtünmə qüvvəsi sola doğru, Y cisminin isə sürtünmə qüvvəsi sağa doğrudur. Deməli, Y cisminə təsir edən yalnız sürtünmə qüvvəsidir. Y cisminə sürtünmə qüvvəsi təsir edirsə, mən onun təcilindən deməli, sürtünmə qüvvəsini müəyyən edə bilərəm. Necə müəyyən edərəm? Yazaram, elə həmin cismə təsir edən sürtünmə qüvvəsi ilə MA-dan alaram ki, cismin kütləsi 4-dür, təcil də mənə verilmişdir. 4 metr böl saniyə kvadratıdır. Deməli, cismə təsir edən sürtünmə qüvvəsi 16 Newtondur. Deməli, bu 16 Newton həm bu cismə təsir edir, həm də bu cismə təsir edir, X cisminə təsir edir. Deməli, gəlin indi biz X cisminin də tapaq təcilini. Yenə Newtonun ikinci qanununa əsasən yazarıq. 24 Newton çıxılsın F sürtünmə yazmalıyam. Onun yerinə yazıram 16 bərabərdir. Kütlə 2-dir. Təcil də A-dır. Bilmirəm, təcili tapmaq istəyirəm. Buradan alıram ki, 8 bərabərdir 2 A-ya. A da bərabərdir 4 metr bölünsün saniyə kvadratı. Deməli, əziz müəllimlər, burada
təsadüfən indi 4 metr bölünsün saniyə kvadratı alındı. Yəni bu Y cismindən X cisminin təcirləri eyni oldu. Amma bəzən elə olur ki, olmur təcirləri eyni, fərqli olur. Onu da bu şəkildə hesablamaq lazımdır. Bəzən məsələn müəllimlər deyir ki, bunu elə 4 alındı da, bunu nəyə demək lazımdır? Aşağıdakı cisim hansı təcildən hərəkət edirsə, yuxarıdakı cisim də həmin təcildən hərəkət edir. Yox, bu hər an mümkün deyil. Əgər mən həmin cisimlərə bir sistem şəklində baxıramsa, onda eyni təcillə hərəkət edə bilər. Amma ayrı-ayrılıqda da həmin cisimlərin təcillərini tapa bilərəm, hesablaya bilərəm. Ona görə bu qaydadan istifadə etmək olar. Növbəti sualın izahına. Deməli, sualda bizə deyilir ki, sürtünmə əmsalı 0,3 olan mail müstəvi üzərində cisimlər sərbəst buraxılır. Cisimlərin təcili neçə metr bölünsün saniyə kvadratı olar? Sinus 53 dərəcədə 0,8, kosinus 53 dərəcədə 0,6-dır. J'nin də qiymət bizə verilir 10 metr bölünsün saniyə kvadratı. Gəlin biz birinci qüvvələri göstərək. Deməli, burada blok üzərində, mail müstəvi üzərində yox, blok üzərində, yəni bu asılmış cismə təsir edən ağırlıq qüvvəsi mg-dən 100 newtondur. Biz də bilirik ki, mail müstəvi üzərində cisimə təsir edən bir sükunət sürtünmə qüvvəsi var. Həmin sükunət sürtünmə qüvvəsi həmin mail müstəvi üzərindəki cismə təsir edən ağırlıq qüvvəsinin sinus toplananıdır. Yəni mg-nin sinus toplananı. O cismi belə mail müstəvi üzərində aşağıya doğru salmağa çalışan qüvvədir. mg sinus 53 dərəcədir. Gəlin hesablayaq mg sinus 53 dərəcəni. Bərabərdir. M nə qədərdir? 10 kiloqram vurulsun. J nə qədərdir? 10. Sinus 53 dərəcədə nə qədərdir? 0,8. Və biz buradan alırıq ki, qüvvə nə qədər imiş? 80 newtondur. Deməli, 80 newton tapdıq ki, mg sinus 53 dərəcədir. Həm də bu cismə bir sürtünmə qüvvəsi təsir edir. Sürtünmə qüvvəsini mən necə yazmalıyam? Mən baxıram ki, ümumiyyətlə istiqamətini təyin etməliyəm də, düzdürmü? Baxıram ki, 100 newtonluq qüvvə cismi aşağı salmağa çalışan qüvvədir. Amma bu 80 newtonluq qüvvədə cismi aşağıya doğru çəkən qüvvədir. Burada hansı qüvvə böyükdür? Təbii ki, 100 newton. Deməli, mənim sistemim, baxın, belə aşağıya doğru hərəkət edir. Aşağıya doğru hərəkət edirsə, deməli, onda bu cisim mail müstəvi üzərində tarazlıqda qalmaq üçün qüvvələr bir-birini tarazlaşdırmalıdır. Deməli, sürtünmə qüvvəsi də elə mg sinus 53 dərəcənin istiqamətində yönəlir. Və mən bilirəm ki, mail müstəvi üzərində sürtünmə qüvvəsini necə hesablayırıq? Hansı düstura əsasən? N yazmalıyam. N qüvvəsi də, yəni o reaksiya qüvvəsi mail müstəvi üzərində ağırlıq qüvvəsinin kosinus toplananıdır. Ona görə mən yazıram mg kosinus 53 dərəcə. Gətirək qiymətləri yerinə yazaq. Mü nə qədərdir? Verilib bizə 0,3. Kütlə nə qədərdir? 10 kiloqram. J də 10'dur. Kosinus 53 dərəcədə də qiymət bizə verilib 0,6'dır. Və mən buradan alıram ki, bu qüvvə 18 newtondur. Deməli, sürtünmə qüvvəsini də tapdım. İndi bu hissələri təmizləyək, yer açaq, qüvvələri yazaq və sistemin təcilini tapaq. Deməli, mənim qüvvəm, deməli, tapdım ki, sürtünmə qüvvəsi 18 newtondur. mg sinus 53 dərəcədə 80 newtondur. Bir də baxın, mənim bu hissədə ipdə yaranan bir T gərilmə qüvvəm var. T gərilmə qüvvəsi. Deməli, mən baxıram ki, mən sistemdə həm bu hissə üçün yazmalıyam Newton ikinci qanununu, həm bu hissə üçün yazmalıyam Newton ikinci qanununu. Gəlin birinci bu hissə üçün yazaq Newton ikinci qanunu. Necə yazarım?
Sistem aşağı doğru hərəkət edirsə, ümumiyyətlə yük aşağı doğru hərəkət edirsə, deməli 100 Newton daha çoxdur. 100 Newton çıxar. Baxın, bu ipdə bir T gərilmə qüvvəsi var. 100 çıxılsın T gərilmə qüvvəsi bərabərdir MA-ya. M nə qədərdir? 10, təcil nə qədərdir? A. Təcildə yazdım. Gəlin indi bu hisslər üçün yazaq. Bu hissə üçün necə yazarıq? Sistem hara gedir? Yuxarıya doğru. Deməli, ən böyük nədir? Ən böyük T-dir. T çıxılsın 80, üstə gələk 18 bərabərdir. Yenə MA yazmalıyam. Kütlə nə qədərdir? 10 kiloqram, təcildə A-dır, bilmirəm. 10 A-ya. İndi əziz müəllimlər, mənə əgər desəydi ki, gərilmə qüvvəsini tap, yəni bu sistemi artıq bu şəkildə yazdıqdan sonra gərilmə qüvvəsini də tapa bilərəm. Amma gərilmə qüvvəsini necə taparam? Hər baxıram ki, məsələn, bərabərliyin sağ tərəfi bərabərdir, 10A-dır, 10A-dır. Həmin bu ifadələri bir-birinə bərabər edib gərilmə qüvvəsini oradan tapa bilərəm. Amma məndən soruşur ki, təcili tap. Sən təcili tap. Deməli, mən bu birinci tənlikdə gətirib gərilmə qüvvəsini tapmalıyam. Gəlin tapaq. Gərilmə qüvvəsini necə taparıq? T bərabərdir 100 çıxaq 10A. Bu şəkildə yazmalıyam. Gətirib bu T-nin qiymətini, aldığım bu T-nin qiymətini bu digər ifadədə yerinə yazım. 100 çıxaq 10A. 80-in də üstə 18 gələndə edir 98 bərabərdir 10A-ya. Deməli, mən burada 100-dən 98 çıxsam alıram 2 bərabərdir. Mənfi 10A-nı da bərabərliyin sağ tərəfinə keçirsəm alıram 20A. Və buradan alıram ki, A bərabərdir 0,1 metr bölünsün saniyə kvadrat. Cavab olur A variantı. Əziz müəllimlər, baxın, bu test kimi bir test. Bu il 2025-ci ildə fizikadan müəllimlərin sertifikasiya imtahanına düşmüşdü. Eyni ilə orada da təcili tapmaq soruşurdu. Qiymətlər fərqli ola bilər. Məsələn, burada 0,3-də, orada 0,2-dir deyək ki. Yəni, qiymət fərqliliyinə baxmaq lazımdır. Əsas məsələnin şərtinə, məsələnin özəlliyinə baxmaq lazımdır. Bu tip suallar, çətin tipli suallar sayıla bilər. Keçək növbəti sualın izahına. Deməli, bizə deyir ki, meyl bucağı 37 dərəcə olan mail müstəvi üzərində K cismi sabit sürətlə hərəkət edir. Buna əsasən cisimlə səth arasındakı sürtünmə əmsalını hesablayın. Deməli, biz bilirik ki, meyl bucağı alfa olan mail müstəvi üzərində əgər cisim sabit sürətlə hərəkət edirsə, sabit sürət. Deməli, cismə təsir edən sürtünmə qüvvəsi həmin cismi elə dartan qüvvəyə, dartı qüvvəsinə bərabərdir. Çünki biz şərtlərdə necə yazırıq? Yazırıq F dartı bərabərdir F sürtünmə. Nə vaxt? Cisim düz xətli, bərabər sürətli hərəkət edərsə, yəni sürəti sabit olarsa. Deməli, mənim bu cismimi dartıb aşağı salan qüvvə hansı qüvvədir? MG-nin sinus toplananı. Yazıram MG sinus 37 dərəcə. Bəs cismə təsir edən sürtünmə qüvvəsini necə yazmalıyam? Mü MG kosinus 37 dərəcə. 37 dərəcə. Gətirək qiymətləri hesablayaq. Deməli, həmin bu qüvvələri bir-birinə bərabər etməliyəm. Edək bərabər. MG sinus 37 dərəcə bərabərdir mü MG kosinus 37 dərəcə. Buradan kütlələr getdi ixtisar. Müəllimlər, yadınızda saxlayın. Mail müstəvi üzərində hərəkət edən cismin təcili həmin cismin kütləsindən asılı deyil. Bax, bu bir qaydadır. Bunu da yadınızda saxlayın. Gətirək J'lər də getdi ixtisar. Mənim ifadəmdə nə alındı? Sinus 37 dərəcə bərabərdir mü kosinus
37 dərəcə. Amma bəzən belə də yaza bilərəm ki, mü bərabərdir tangens alfa. Deməli, burada mən münü tapmalıyam. Mü nəyə bərabərdir? Sinus 37 bölünsün kosinus 37. Sinus 37-də qiymət nə qədərdir? 0,6. Kosinus 37-də 0,8-dir. Deməli, mən alıram 4-də 3 və yaxud 0,75. Deməli, sürtünmə əmsalının qiyməti 0,75-dir. Keçək növbəti sualın izahına. Bizə belə bir sual verilib. Deyilir ki, sualda cismin sürəti V bərabərdir 5/2T qanunu ilə dəyişir. Və buna əsasən cismə təsir edən sürtünmə qüvvəsinin neçə newton olduğunu təyin edin. Deməli, gəlin birinci sürtünmə qüvvəsinin istiqamətini göstərək və əgər cisim 20 newton qüvvənin istiqamətində hərəkət edirsə, deməli, ona təsir edən sürtünmə qüvvəsi həmin qüvvənin əks istiqamətinə yönələcəkdir. Sürtünmə qüvvəsini təyin etməmişdən əvvəl mənə verilən sürət tənliyinə baxmalıyam. Bu necə hərəkətin sürət tənliyidir? Baxırıq, bərabər yavaşayan hərəkətin sürət tənliyi. Əgər cisim bərabər yeyinləşən hərəkət edərsə, onda Newtonun ikinci qanununu yazanda bu şəkildə yazıram. F dartı çıxılsın, F sürtünmə bərabərdir MA. Nə zaman? Cisim bərabər yeyinləşən hərəkət edərsə. Əgər cisim bərabər yavaşayan hərəkət edərsə, bəs onda necə yazmalıyam? Onda yazıram ki, F sürtünmə çıxaq F dartı bərabərdir MA. Niyə? Çünki cisim bərabər yavaşayan hərəkət etdikdə sürtünmə qüvvəsi dartı qüvvəsindən böyük olur. Mən də böyükdən kiçik çıxmalıyam. Düzdür. İndi gəlin biz buradan təcili tapaq. Deməli, V bərabər 5 çıxılsın 2T-dən mən alıram ki, təcil A bərabərdir -2, amma onun mənfisi mənə lazım deyil. Mənə lazımdır müsbəti. A bərabərdir 2 metr bölünsün saniyə kvadrat. Mən təcili tapdım. Gətirib mən indi ifadəmi yerinə yazıb sürtünmə qüvvəsini tapmalıyam. Sürtünmə qüvvəsini də elə birbaşa yazaq. F sürtünmə bərabərdir MA üstə gələk F dartı olmalıdır. F dartı 20-dir, M 4 kiloqram vurulsun, təcil 2-dir, üzərinə gəlinsin 20 newton. Bərabərdir 28 newton. Cavab oldu Y variantı. Keçək növbəti bir sualın izahına. Bu da maraqlı bir sualdır. Bizə deyir ki, cisimlə səth arasındakı sürtünmə əmsalı 0,2 olduğuna görə onun təcilini hesablayın. Deməli, mən təcili tapmaq üçün sürtünmə qüvvəsinin istiqamətini birinci göstərməliyəm. Necə göstərərəm? Deməli, sürtünmə qüvvəsi əgər varsa cisimlə səth arasında, deməli, 60 newton qüvvə daha çox, daha böyük olduğu üçün mənim sürtünmə qüvvəmdə həmin cismin qüvvənin, daha doğrusu 60 newton qüvvənin əksinə yönəlməli. F sürtünmə bu istiqamətdə. Amma mən F sürtünməni necə yazmalıyam? Baxın, bu 4 kiloqramlıq cismə təsir edən bir ağırlıq qüvvəsi var. mg-dən bu edir 40 newton. Həm də bu cismi yuxarıya doğru çəkən bir 30 newtonluq qüvvə var. Mən sürtünmə, daha doğrusu təcili tapmaq üçün belə yazmalıyam, düzdür? A bərabərdir F əvəzləyici qüvvə bölünsün M. Əvəzləyici qüvvəni tapanda mən yazıram necə? F3 qüvvəsi çıxaq F1 üzərinə gəlinsin. F sürtünmə bölünsün M cismin kütləsi. İndi mən sürtünmə qüvvəsini tapmalıyam. Necə tapım sürtünmə qüvvəsini? Sürtünmə qüvvəsini tapanda müəllimlər, yenə müəllimlər baxın, burada da səhv eləyir. Baxırlar figür səhv üzərindədir. Tez yazılır mg. Əziz müəllimlər, biz nə vaxt bunu yaza bilərik? Biz o vaxt yaza bilərik ki, cismi ancaq dartan qüvvə
üfüqi səth üzərində hərəkət etdirən qüvvə olsun. Yəni onun artıq Y üzrə bir toplananı, bir qüvvəsi olmasın. Həm də mən baxıram ki, burada mənim cismimə təsir edən bir reaksiya qüvvəsi var. Həmin reaksiya qüvvəsi yönəlib yuxarı doğru. Mən həmişə sürtünmə qüvvəsini yazanda birinci növbədə μ-ni nəzərə almalıyam həmişə. Deməli, mən burada baxıram ki, mən eni tapmalıyam. Cisim nə zaman o yuxarı şaqül, yuxarı yönəlmiş qüvvələr bir-birlərini tarazlaşdırmalıdır ki, mən cismi üfüqi səth üzərində hərəkət etdirə bilim də, düzdürmü? Deməli, mənim onda yuxarıya doğru Y oxu üzrə yönələn qüvvənin cəmi ilə ağırlıq qüvvəmin cəmi bir-birinə bərabər olmalıdır. Deməli, mən onda eni tapa bilərəm. Yəni, en üstə gələk 30 bərabərdir 40 olmalıdır. Mən buradan alıram ki, n bərabərdir 10 Newton. Mən sürtünmə qüvvəsini tapa bilərəm. Necə taparam? Yazaram μ-ndən hesablayıb taparam ki, sürtünmə qüvvəsi bərabərdir. M mənə verilir 0,2 vurulsun 10. Deməli, mən alıram ki, sürtünmə qüvvəsi 2 Newton. Mən indi təcili tapmalıyam. Tapım təcili. Təcili tapmaq üçün, baxın, bu ifadədə yerinə yazmalıyam ifadədə qiymətləri. A bərabərdir 60 çıxaq 10 üzərinə gəlinsin. Sürtünmə qüvvəsinə də nə qədər tapdım? 2 Newton, 2. Kütləm nə qədərdir? 4 kiloqram. Deməli, mən buradan alıram ki, 60-dan 12 çıxanda 48, 48-i də 4-ə böləndə alıram 12 metr bölünsün saniyə kvadratı. Cavab olur D variantı. Baxaq belə bir maraqlı sualın izahına. Bizə deyilir ki, üfüqi səthdə olan cisimlərə şəkildəki kimi qüvvələr təsir edir. Cisimlər hərəkət etmədiklərinə görə sürtünmə qüvvələrini müqayisə edin. Deməli, bizə nə deyir? Deyir, cisimlər hərəkət etmədiklərinə görə. Deməli, cisimlər ümumiyyətlə hərəkət etməyəndə onlara təsir edən sürtünmə qüvvəsi hansı sürtünmə qüvvəsidir? Sükunət sürtünmə qüvvəsi. Düzdür? Deməli, cisimlərə təsir edən sükunət sürtünmə qüvvəsi elə cisimlərin dartı qüvvəsi ilə mütənasibdir. Yəni, cisimləri şaqülü yuxarı aparan qüvvə ilə o qüvvənin heç bir əlaqəsi yoxdur. Mən bu qüvvələri toplananlarına ayırsam, 2 toplanana. Deməli, bura olur FY, bir dama. Bu, baxıram ki, F1 qüvvəsini dartan elə bir damada F1 sürtünməsidir. F2 qüvvəsini də dartan 2F sürtünmədir. F2. Bu da yenə 2 damadır, amma o mənə lazım deyil. Üçüncü cismə də təsir edən yenə dartı qüvvəsi F. Bunun da Y oxu üzrə qüvvəsi mənə lazım deyil. Deməli, cismi dartan qüvvə, dartı qüvvəsi elə cisim hərəkət etmədiyi üçün sükunət sürtünmə qüvvəsinə bərabər olur. Ona görə də mən elə dartı qüvvələrindən əgər bu cisimləri müqayisə eləsəm, elə sürtünmə qüvvələrini müqayisə etmiş oluram. Deməli, onda mən baxıram ki, birinci cismə təsir edən dartı qüvvəsi 1 damadır, ikinci cismə təsir edən dartı qüvvəsi 2 damadır, üçüncü cismə də təsir edən dartı qüvvəsi 2 damadır. Deməli, onda F3 sürtünmə böyükdür, daha doğrusu bərabərdir F2 sürtünməyə və bunlar böyükdür F1 sürtünmə. Cavab olur, deməli, C variantı. Keçək növbəti sualın izahına. Deməli, üfüqi yolda paralel istiqamətdə cismə təsir edən dartı qüvvəsi ilə cismin aldığı təcil arasında asıllıq qrafiki verilmişdir. Cismin kütləsi 2 kiloqram olarsa, onunla səth arasındakı sürtünmə əmsalı neçə olar? Deməli, müəllimlər, mən bugün elə suallar seçmişəm ki, yəni o suallarda
xüsusi nüanslar var. Həmin o nüanslara istəmişəm ki, toxunam. Deməli, baxaq, belə olan halda elə üfüqi səth görən kimi müəllimlər tez yazır ki, üfüqi səthdir. Üfüqi səthdə elə cisim necə hərəkət edir, elə təcili gördüm. Təcili görən kimi yazıram. A bərabərdir μ(j). Belə yaza bilərəm. Yox müəllimlər, belə olmaz. Bu düzgün şərt deyil. Mən birinci sürtünmə qüvvəsini təyin etməliyəm. Necə təyin edim? İndi biz əgər məsələn A bərabərdir μ(j)dən tapsaq, baxın A bərabər μ(j)dən tapsaq, tapırıq ki, elə təcil 4-dür, J də 10-dur. Məsələn, m-nü tapsam elə 0,4-dür. Cavab olar B variantı. Amma indi görək biz B variantı alırıqmı cavabda? Demək, mən yazmalıyam birinci nəyi? Newtonun ikinci qanunu. Deməli, F dartı çıxılsın. F sürtünmə bərabərdir M A-ya. Mən birinci sürtünmə qüvvəsini burada təyin etməliyəm. Dartı qüvvəsi mənə verilib 20 Newton. 20 Newton dartı qüvvəsində cismin təcili nə qədərdir? 4 metr bölünsün saniyə kvadratı. Mən gətirim sürtünmə qüvvəsini tapın. 20 çıxılsın F sürtünmə bərabərdir. Kütlə mənə verilib 2 kiloqram. Təcil də mən aldım ki, nə qədərdir? 4-dür. Deməli, sürtünmə qüvvəsini tapsam buradan alıram ki, bu 12 Newtondur. İndi mən sürtünmə qüvvəsini alandan sonra artıq nə yazmalıyam? Üfüqi istiqamətdə, üfüqi yolda cismə təsir edən sürtünmə qüvvəsini F sürtünmə bərabərdir μ(m)(j)dən hesablamalıyam. Gətirək yazaq yerinə. M nəyə bərabərdir? F sürtünmə bölünsün mj bərabərdir. M nə qədərdir? 2-dir. J də 10-dur. Sürtünmə qüvvəsinə də aldım 12. Deməli, mən buradan alıram ki, mənim M, yəni sürtünmə əmsalım 0,6-dır. Cavab olur D variantı. Gördünüz 0,4 alınır. Keçək növbəti sualın izahına. Deməli, şaquli müstəvidə ipin ucuna bağlanan M kütləli cisim çevrə üzrə bərabər sürətlə hərəkət etdirilir. Cisim X nöqtəsindən keçdiyi anda ipdəki gərilmə qüvvəsi 4 mj olur. İndi bizdən soruşur ki, buna əsasən cisim Y nöqtəsindən keçdiyi zaman ipdəki gərilmə qüvvəsi nə qədər olar? Deməli, gəlin biz bunları göstərək. Deməli, bu ipdə bir T gərilmə qüvvəsi var. Həmin bu T gərilmə qüvvəsi 4 mj-dir. Bu cismi, deməli, həmin bu T gərilmə qüvvəsinin əksinə yönəldən, aparan, daha doğrusu tərsinə doğru istiqamətdə hərəkət etdirməyə çalışan bir mərkəzdən qaçma qüvvəsi var. Həmin o qüvvə elə bizim sürtünmə qüvvəmizdir. Deməli, o sürtünmə qüvvəsini mən necə yazıram? Yazıram Fm bərabərdir. Baxın, o X nöqtəsində bir-birinə bərabərdir. Yəni, nə qədərdir? 4 mj. Amma sonra mənim cismim fırlanır, gəlir bu istiqamətə. Bu istiqamətdə hərəkət edəndə artıq bu M kütləli cisimdir. Burada görsənmir, M yazılır. M kütləli cisimdir. Deməli, burada artıq yenə bu cismi T gərilmə qüvvəsi var. Bir də bu cismin ağırlıq qüvvəsi var. Deməli, onda T gərilmə ilə ağırlıq qüvvəsi də yönəlib mərkəzə doğru. Yəni, bu olur mj. Həmin bu qüvvədə digər o Y nöqtəsində yönələn o Fm qüvvəsi, yuxarıya doğru yönələn qüvvə digər istiqamətdədir, yuxarıdır. Deməli, mən onda necə yazaram bu qüvvələrin tarazlığını? Yazaram Fm bərabərdir. Ty üzərinə gəlinsin mj. Mən almışdım ki, Fm elə 4 mj-dir. Gətirək qiyməti yazaq yerinə. 4 mj bərabərdir. Ty üzərinə gəlinsin mj. Buradan da alıram ki, Ty bərabərdir. M4 mj-dən mj çıxsam, alıram 3 mj. Cavab olur C variantı.
Əziz müəllimlər, bugünlük bu qədər. Mən sizə seçdiyim suallar bu qədərdir. Güman edirəm ki, hər kəs üçün faydalıdır. Yəni, az da olsa sizə köməyi dəyəri dəydi. Hər kəsə təşəkkür edirəm. Sizə uğurlar arzulayıram. Miqra sertifikasiya imtahanında. Heç nə qorxulu deyil, çalışın. İnşallah yüksək nəticə əldə edəcəksiniz. İmtahana da gedəndə həyəcanlanmayın. Qorxulu heç nə yoxdur. Bütün vəsaitlərdə demək olar ki, testlərin əksəriyyətini, yəni daha çoxunu işləsəz, yüksək nəticə əldə edəcəksiniz. Hər kəsə uğurlar arzulayıram.